doğru qərarlar verib hər kötülükdən sıyrılmaya başlayanlar sonra növbəti hər bir addımını daha gözəl atanlar. Hər kəsin 24 saati var, hər kəs üçün günəş çıxır durumu yoxdur da. Yani yaşlı adam var idi, keçəndə cavan var idi, açıqdır. Başqa kim var? Üstündə elə desin, hər ikisi də. Küləyə rəğmən burada otururlar, qırmızı saçları var, saçını hörük. Nə deyirdi? Hörük. İndi hörük hər kəsə yaraşmır, yox. Bu saça asla yaraşmır. Bu rəngdə olan saça hörük yaraşmaz. Yaraşar bəlkə belə durmadı. İki hörük asla yaraşmaz. Bəlkə bir hörük şey eləyər. Durumu kurtarır. Amma sarılı saçda, ağımsı, soyuq sarılı saçlarda olan kimsə hörük yaraşır. Onsuz da daha kəsib saçın buradandır. Küt kəsim, üzü arıqdır. Başqa harası böyle olsa da üzü arıqdır. Bəlli adamlar var ki, hər yerlərə kök olmur da. Armud fiquru olur, məsələn, üzü, əlləri arıq olur. Qarnı yekə olanlara deyirlər erkek qarnıdır da, bu endokrin sistem pozulub, endokrin qarnıdır. Bunlara armud fiqura deyirlər. Pi əgər yağ qəti qarında toplanırsa təhlükəlidir. Arxada toplanırsa təhlükəsizdir. Heç bir problem yaratmır sənə. Arxada orqan nə var ki, tazı da ayda dəstələyir, yaxşıdır. Çanaq. Nə mal taz orqanlar deyirlər, nə deyirlər. Bəzən orada dar olanda deyirlər ki, bu doğa bilməyəcək normalda. Amma bunda bu boydadır. Yəni o şeydir də, ərimir də, o dərd orasıdır ki. Kimdə elə fiqura yaranır, əvvəl məsələn arıq olur, sonra şişə gedir. Yəni yapısı ona müsaitdir də, məsələn, oğlu da ona oxşayır, o da oradan şişir, ayaqlardan, bir də arxadan. Onlar deyirəm də xoşbəxt adamlardılar. Qardan ayır şey oldusa, onda məsələ başqa olur. Yatdıq, durduq, səhər yürüyüşə çıxanda bir də gördüm ki, bu formalı erkəklər düşdülər yollara. Bilmirəm, yazı idi, yay idi, deyəsən yay idi. Yayda yürüyüşə çıxırdım səhər. Sonra arada yığırdılar, orada onlara təlimat verirdilər, belə eləyinləri. Onda da yığışmış hallarını gördüm, polislər necə yığmırlar. Onlar da elə vahid xəttdən idarə olunurdu, hər şey kimi onlardır. Vahid sistemdən nöqtədən. Burada bir ne var? En sevdiğim bir şey var.